Əlində 2 dənə parça var. Birinə Azərbaycan bayrağını çəkmisən, digərinə isə Ermənistan bayrağı. Sənin üçün ikisi də eynidirmi? Sənin üçün ikisi də eyni şey mi ifadə edir? Bu Allaha iftira atmaq deməkdir. Quran-ı Kərimə iftira atmaq deməkdir. Allah Azze ve Celle Quran-ı Kərim endikdən illər sonra Resulullah sallallahu aleyhi ve sellemin ümmetindən elə şəxslər gələcək ki, Quran-ı Kərimə müqəddəsdir deyəcəklər. Bunu bilmirdimi? Esselamu aleykum. Ve aleykümselam. Elşad Miri deyir ki, Quran-ı Kərim müqəddəs deyil. Bəli, biz bunu bilirik ki, o belə deyir. Quran-ı Kərim də digər kitablar kimi kağız və mürəkkəbdən ibarətdir, aralarında fərq yoxdur deyir. Görəcəyik. Bəzi yerlərində gətirdiyi məsələlər məntiqli gəlir. Yəni, o da kağızdır, bu da kağızdır, o da mürəkkəbdir, bu da mürəkkəbdir. Bununla bağlı nə deyə bilərsiniz? Videonun linkini də göndərirəm. Link buradadır. İnşallah birazdan bərabər dinləyəcəyik. Qardaşlar, videonu dinləmədən öncə bir şey demək istəyirəm. Elşad Miri bir məsələ haqqında danışacaqsa, öncə o məsələnin mahiyyətinə enmir. Nə edir? Məsələ haqqında uzaqdan danışır və əlaqəsiz məsələləri əlaqələndirməyə çalışır. Ətrafında sual verməyə çalışır. Suallar yönləndirməyə çalışır. Dinləyici artıq bunları dinləməklə bezir. Yəni, əlaqəsiz məsələləri o məsələnin ətrafında döndürməklə sadəcə dinləyici beynini yormağa çalışır ki, bunun bu məsələnin mahiyyəti ilə əlaqəsi nədir? Elşad Miri də bundan istifadə edərək dinləyicini yorur və sonra isə öz fikrini təlqin etməyə çalışır. Öz düşüncəsini, öz fikrini təlqin etməyə çalışır. Bu zaman dinləyici ona artıq etiraz edə bilmir. Çünki onun uzaqdan gətirdiyi məsələlər ola bilər ki, məsələnin mahiyyəti ilə əlaqəlidir, amma dinləyici bunu tuta bilməyib. Etiraz etsə, bəlkə aciz bir vəziyyətdə qalacaq. Ona görə də Elşad Mirinin etdiyi bu şeyə siz istəyirsiniz demagoji deyin, istəyirsiniz fəlsəfə deyin, istəyirsiniz mənasız uzatma deyin, nə deyirsinizsə deyin. Yəni Elşad Miri bir məsələ haqqında danışırsa, məsələnin mahiyyətinə enmədən öncə onun ətrafında danışır. Ümumiyyətlə, məsələnin mahiyyətinə də enə bilmir. Quran-ı Kərim müqəddəs deyildir, deyir. Bunu nə ilə səbəbləndirir? Onu görəcəyik. Müqəddəs dediyimizdə nə anlamalıyıq? Onun dediyi şey nədir? Lüğətdə verilən məna nədir? Yəni, bu məsələdə mənə etiraz edənlər var. Elşad Mirini dinləyərək. Mənlə müzakirə etməyə çalışırlar. Müqəddəs ola bilməz, o ola bilməz, bu ola bilməz. Deyirəm, yaxşı, müqəddəslikdən qəsdin nədir? Bilmir nə cavab versin. Bir məna uydurmağa çalışır. Deyirəm, yaxşı, bax, lüğətdə anlaşılan budurmu? Baxır, onun dediyi ilə lüğətdəki eyni gəlmir. Və lüğətdə başqa mənalar da var ki, o mənaları biz Quran-ı Kərim üçün istifadə edə bilərik. Yəni, Quran-ı Kərim müqəddəs deyildir dediyin zaman nə qəsd edirsən? Bu çox önəmlidir. Və müqəddəsdir dediyin zaman nə qəsd edirsən? Bu da çox önəmlidir. Ona görə də biz biraz sonra görəcəyik. Videonu bərabər açaq, izləyək. Bu günlərin müqəddəs kitab anlayışı gəlir əsasən hər bir dinin özünün müqəddəs hesab elədiyi kitablarla bağlı. Bu gün müsəlmanlar öz kitablarına deyir ki, Quran-ı Kərimi müqəddəs hesab edir. Yahudilər Tövratı müqəddəs hesab edir. Xristiyanlar İncili müqəddəs hesab edir. Hətta ona... Və bu şəkildə davam edir. Az öncə dediyim kimi, Elşad Mirinin bu söhbətindən nə başa düşdünüz? Yəni, bu məsələnin əhəmiyyəti nədir ki, Quran-ı Kərimin müqəddəs olub olmaması məsələsi ilə bağlı olsun? Əlbəttə ki, hər bir insan öz inandığı, ilahi olaraq inandığı kitabın müqəddəs olduğuna da inanacaq. Yahudilər də buna inanacaq, Xristiyanlar da buna inanacaq. Bədihi olaraq bilinən bir şeydir bu. Yəni, bu məsələni uzatmağın, məsələnin mahiyyətinə enmədən öncə məsələləri uzaqdan gətirməyin, o dindən, bu dindən danışmağın mənası nədir? Bu əhəmiyyətli bir şey deyil. Başda dediyim şeyə dönürük yenə də. İndi görək davamında. Bunların dinləmirik biz. Görək daha sonra nə deyir? Sayıla bilərmi? Və yaxud da deyək ki, müqəddəs anlayışı özü nisbi anlayışdır. Allah Quranda, kitab haqqında heç bir zaman müqəddəs sözünü işlətmir. Çox maraqlıdır. Peyğəmbər haqqında da o sözü işlətmir. Qüddüs olan, yəni müqəddəs olan ancaq Allah özünü təqdim edir. Gəldik əsas mətləbə. Deyir ki, Allah Teala Quran-ı Kərimdə Quran-ı Kərim haqqında müqəddəsdir sözündən istifadə etmir. Rasulullah sallallahu aleyhi və sələm haqqında da bu sözdən istifadə etmir. Yəni, nə demək istəyir? Allah Azze ve Celle belə bir sözdən istifadə etməyibsə, demək ki, Quran-ı Kərim müqəddəs deyildir. Siz də Quran-ı Kərim müqəddəsdir deyə bilməzsiniz. Yəni, demək istəyirsinizsə, Quran-ı Kərimdən gətirin ayə göstərin dəlil olaraq ki, Allah Quran-ı Kərimə müqəddəsdir deyib. Biz deyirik ki, Elşad Miri, sən digər məsələlərdə olduğun kimi əqli məsələlərdən də bir xəbərsən. Niyə? Əgər biz Quran-ı Kərim müqəddəsdir deyiriksə və bunun üçün sən bizdən dəlil tələb edirsənsə, sən Quran-ı Kərim müqəddəs deyildir dediyin zaman da biz səndən dəlil tələb edirik. Deyirik ki, Quran-ı Kərimdən bizə bir ayə gətir. Gətir ki, o ayədə deyilsin, Quran-ı Kərim müqəddəs deyildir. Niyə?
Çünki bir şeyin varlığına dair hökm vermək ilə yoxluğuna dair hökm vermək arasında bir fərq yoxdur. Mən Qurani-Kərim müqəddəsdir deyirəmsə, onun müqəddəsliyinə dair hökm verirəm. Bu dəlilə ehtiyacı var bunun, elə deyilmi? Sən məndən dəlil tələb edirsən və deyirsən ki, Qurani-Kərimdə yoxdur. Və sən deyirsən ki, Qurani-Kərim müqəddəs deyildir. Bu da yoxluğuna dair hökmdür. Sən də eynisini etməlisən. Nə etməlisən? Qurani-Kərimdən dəlil gətirməlisən. Allah Azza və Cəllə Qurani-Kərimdə Qurani-Kərim müqəddəs deyildir deyə bəhs edirmi? Yoxdur elə bir şey. Allah Azza və Cəllə bunu deməyib və bunu deyənlərə qarşı da bir şey deməyib. Bəs sən niyə Allah Azza və Cəllə adından danışırsan? Onun demədiyi şeyi niyə deyirsən? Əgər sənin üçün əsas və tək qaynaq Qurani-Kərimdirsə, Qurani-Kərimdə Qurani-Kərim müqəddəs deyildir deyə bir ayə varmı? Bir şeyin varlığına dair hökm vermək ilə yoxluğuna dair hökm vermək arasında bir fərq yoxdur. İkisi də tam nisbətdir. Vardır, yoxdur. İkisi də dəlilə möhtacdır. İkisi də dəlilə möhtacdır. Belə düşünək. Allah Azza və Cəllə Qurani-Kərim endikdən illər sonra Rasulullah sallallahu aleyhi və səlləmin ümmətindən elə şəxslər gələcək ki, Qurani-Kərimə müqəddəsdir deyəcəklər. Bunu bilmirdimi? Əlbəttə ki, bilirdi. Əgər Qurani-Kərim müqəddəs olmasaydı və ya Qurani-Kərim müqəddəsdir demək problemli olsaydı, Allah Azza və Cəllə bunu bildiyi üçün Qurani-Kərimdə buna dair bir ayə indirməzdimi? İndirə bilərdi. Yoxsa Allah bundan acizdirmi? Əlbəttə ki, deyildir. Amma indirdi mi? İndirmədi. Allah Azza və Cəllə bunu hallandırmadı. Bəs sən niyə hər gün bunu hallandırırsan? Allah Azza və Cəllənin demədiyi şey sən niyə deyirsən? Və sən də hökm verirsən. Əgər bizdən dəlil tələb edirsənsə, biz də səndən eyni məsələ haqqında dəlil tələb edirik. Əgər Allah Azza və Cəllə bunun haqqında bəhs etməyibsə, sən yoxdur deyə hökm verə bilməzsən. O Allaha iftira atmaq deməkdir. Qurani-Kərimə iftira atmaq deməkdir. Davam edirik. Çünki müqəddəs olan xətasızdır. Müqəddəs olan toxunulmazdır. Müqəddəs olan tabudur. Amma biz Müqəddəs olan xətasızdır. Müqəddəs olan tabudur. Ya bu Elşad Mirinin müqəddəs kəlməsinə verdiyi mənalardır. Yəni biz burada buna baxmalıyıq. Qurani-Kərimə müqəddəs deyildiyi zaman nə qəsd edilir? Və ya müqəddəs kəlməsinin mənaları nədir? O kəlmələrdən, daha doğrusu o mənalardan hər hansı biri Qurani-Kərimlə eyni ola bilərmi? Yəni biz o mənada müqəddəsdir sözünü Qurani-Kərim üçün istifadə edə bilərikmi? Biz buna baxmalıyıq. Baxaq lüğətdən müqəddəs kəlməsinin mənası nədir? Baxırıq izahlı lüğətdən. Müqəddəs sözü Allaha aid olan ilahi qüvvəyə malik deməkdir. Qurani-Kərim Allaha aid deyilmi? Əlbəttə ki, Allaha aiddir. İlahi bir şey deyilmi? Əlbəttə ki, ilahidir. Allahın kəlamıdır, ilahi bir kəlamdır. Bu mənada Qurani-Kərimə müqəddəs deməkdə bir qəbahət varmı? Belə bir şey deyə bilərsən. Qurani-Kərim olması yönüylə, Allahın kəlamı olması yönüylə ilahidir. Bəli, Allaha aid olandır. Bu yöndə biz burada danışmırıq. Burada ixtilafımız yoxdur. Mənim qəsd etdiyim günümüzdəki kitabdır deyə bilərsən ki, videoda da dediyim budur və soruşulan sual da bunun haqqındadır. Yaxşı, müqəddəs kəlməsində başqa məna varmı? Ona baxmalıyıq. Yəni elə bir məna varmı ki, bu günümüzdəki kitabla da bu uyuşmuş olsun, uyğun olsun. Baxırıq, müqəddəs kəlməsinin başqa bir mənası pak, təmiz, eyib və nöqsanlardan biri deməkdir. Qurani-Kərimin kitabına da biz pak deyirik, təmiz deyirik. Deyək ki, cədəl olaraq bunda da problem var. Bunu deyə bilmirik. Başqa mənalarına baxırıq. Çox əziz, sevimli deməkdir. Qurani-Kərim kitabı kitab olması yönüylə, kağız olması, mürəkkəb olması yönüylə Allah Azza və Cəllənin kəlamı onunla yazıldığı üçün əziz deyilmi? Hər bir müsəlmana sevimli deyilmi? Bu mənada biz Qurani-Kərimə müqəddəs deyə bilmərikmi? Deyə bilməriksə varmı sənin dəlilin? Qurani-Kərimdə varmı ki Allah Azza və Cəllə deyib Qurani-Kərimə bu mənada müqəddəsdir demək olmaz? Yoxdur belə bir ayə. Bəs sən niyə Qurani-Kərimə müqəddəsdir deməkdən insanları mən edirsən? Və ya müqəddəs deyildir deyə hökm verirsən? Baxın, nə deməkdir? Çox əziz, sevimli deməkdir. Başqa bir mənası nəcib, ülvi, yüksək, bu kimi mənalara malikdir. Qurani-Kərim bugün kitab olması yönüylə, yəni kağız, mürəkkəb olması yönüylə bu mənalara sahib deyilmi? Əlbəttə ki, sahibdir. Hər bir müsəlman üçün Qurani-Kərim əzizdir, sevimlidir. Ona görə də müqəddəsdir deməkdə hər hansı bir problem yoxdur. İndi gəlik başqa bir məsələyə. Allah Azza və Cəllə Qurani-Kərimdə Qurani-Kərimin müqəddəs olduğunu qeyd etməyib, yəni vurğulamayıb, müqəddəsdir deməyib. Bəs Allahın kəlamı müqəddəsdirmi? Kitabı qəsd etmirəm. Günümüzdəki mürəkkəbi və oradakı kağızı qəsd etmirəm. Elşad Mir videonun davamında bunları qarşılaşdırır. Yəni bu kitab ilə başqa bir kitab arasında hər hansı bir fərq yoxdur deyir. Yəni kitabı götürür bu şəkildə, açır kağızları. Bu kağız ilə digər kağız arasında, bu mürəkkəb ilə digər mürəkkəb arasında fərq yoxdur deyir. Burada mühüm bir məsələ var. Nədir o? Bir şey əziz ola bilməsi üçün
sevimli ola bilməsi üçün biz ona iki yöndən baxırıq. Ya bir şey sevimlidir, əzizdir zatı etibarilə. Yəni o şey öz özlüyündə müqəddəsdir. Allah Azza və Cəllənin kəlamı. Allah Azza və Cəllənin kəlamı öz özlüyündə müqəddəsdir. 2. Müqəddəslik, sevimlilik, əzizlik və ya başqa bir şeyə aid olma yönü ilə müqəddəslik, hörmətə layiqlik tabe olduğu və ya bərabərində gəldiyi bir şeydən alına bilər. Məsəl üçün, hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycan bayrağı müqəddəs deyilmi? Hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycan torpağı müqəddəs deyilmi? Nə deməkdir Azərbaycanın bayrağının müqəddəs olması? Onun ilahi bir şey olması deməkdirmi? Xeyr, nə deməkdir? Onun üçün sevimli, əzizdir deməkdir. Və Azərbaycan torpağı nə deməkdir? Onun üçün müqəddəsdir, yəni sevimlidir, əzizdir deməkdir. Sən bunları inkar mı edirsən? Əgər sən iki kitabı, yəni Quran-Kərim kitabı ilə başqa bir kitabı qarşılaşdırırsansa və deyirsənsə, bu da kağızdır, o da kağızdır. O zaman səndən belə bir sual soruşacağam. Əlində iki dənə parça var. Birinə Azərbaycan bayrağını çəkmisən, digərinə isə Ermənistan bayrağı. Sənin üçün ikisi də eynidirmi? Sənin üçün ikisi də eyni şey mi ifadə edir? Azərbaycan bayrağı və Ermənistan bayrağı ikisi də parçaya çəkilib. Parçadır ikisi də nəticə etibarilə. Amma sənin üçün ikisi də eyni şey mi ifadə edir? Xeyr, o bayraqlar orada olmadan öncə ikisi də eyni idi, bəli. Amma bayraqlar ora çəkiləndən sonra artıq onlar başqa bir məna qazanmağa başladılar. Parça öz-özünə bir məna qazanmışdımı? Xeyr, ona çəkilən şeydən başqa bir məna qazandı. Bu günümüzdəki Qurani-Kərim kitabı da, yəni kağız olması etibarilə, mürəkkəb olması etibarilə bəli, digərlərindən fərqlənməz. Amma Allahın kəlamı onunla yazıldığı üçün, Allahın kəlamı müqəddəs olduğu üçün, əziz olduğu üçün, sevimli olduğu üçün oradan müqəddəslik qazanır. Biz Quran-Kərim müqəddəsdir dediyimiz zaman bu mənada deyirik. Sən isə inkar etdiyin zaman hansı mənada inkar etdiyini bilmirsən və ya dar bir mənada inkar edirsən. Sonra da insanları dini darlar deyə adlandırırsan. Halbuki bu vəsfi səndə daha çox görürük. Əssəlamu aleykum və rəhmətullah.